Respublikanın əməkdar artisti, telejurnalist, rejissor Rafiq Məhəmmədoğlu Həşimov. Ahəngin yeni buraxılışında xoş gördük sizi. Necəsiz Rafiq müəllim? Təşəkkür edirəm, xoş görmüşük. Rafiq müəllim, istərdim bugünümüzdən bir neçə dəqiqəlik ayrılıb uşaqlıq illərinizə qayıdaq. O ilk xatirələr, ilk sevinclər, bəlkə də ilk arzular, hər şey hardan başladı? Uşaqlıq. Məşhur bir söz var. Soruşurlar hardansan, deyir ki, mən uşaqlıq məkanındanam, uşaqlıqdanam, uşaqlıq illərindənəm. Başqa bir söz də yadıma düşdü. Bu məşhur rejissorun sözüdür. Ən güclü insanlar o kəslərdir ki, uşaqlıq əminliklərini və intuitiv sədaqət hissini qoruyub saxlayıblar axıracan. Uşaqlıq elə bir yerdir ki, əgər yaxşı xatırlayırsansa, səmimi xatırlayırsansa, sonradan yaxşı əsərlərə çevrilir. Hətta mənim uşaqlıqla bağlı kiçik bir qeydim də var. İstəsəniz, onu mən sizin üçün oxuyarım. Vaxtınızı almayayım deyə, ancaq oxuyacağım onu, yəni səsləndirməyəcəm belə əzbərdən. Bunu mən 17-ci ildə yazmışdım. Xatırlamışdım, necə deyərlər. Uşaqlıq. Hər şey orada qaldı. Mənim üçün həmişə böyük qalan valideynlərimin cavanlığı, gəzdiyim cığırlar, məktəb yolu, dostlarım, hər şey. Necə xoşbəxt idi ilahi. İndi bizə fərqli görünən hər şey çox gözəl idi. Yazda qoyunları qabağımıza qatıb çölə otarmağa aparardıq. Ətri indi də yaddaşımdan silinməyən yoşanlı düzlər, təzə-təzə torpaqdan aralanan Novruz güllər, sarı çəhrayı, ağ çöl çəmən çiçəkləri, yemlikdən ağzımızın qıraqları yaşıl göy rəngə batırdı. Kənddə böyüyən uşaqlar yemliyin nə olduğunu yaxşı bilirlər. Gözümüz yerdə göbələk axtarırdı. Çatlamış alanəm torpağın qoxusu hələ də burnumdadır. Sonralar oxuyacağıq ki, adam torpaqdan yaradılıb. Onda, uşaqlıqda, biz torpağın üstündəydik, ayaq üstə. Ona, torpağa yuxarıdan baxardıq. Evimizdən o vaxt bizə çox uzaq görünən, amma əslində 150-200 metr aralı xırda, sıra-sıra təpəlikləri aşağı-aşağı ötüşmək, tövşiyə-tövşiyə arxadan sənə çatana baxa-baxa yüyürmək, sonra da təngnəfəs çöməlib nəfəs dərmək bizə hələ gələcəyi xatırlatmırdı. Qoyun otaranda hərdən uzanıb göyə, ötən buludlara baxar. Bu tavanın o qədər də uzaq olmadığını düşünər. Amma nədənsə əlimizin ona çatmadığından təəccüblənər. Ayağa durub göylə yerin birləşdiyi üfüqə baxar. Haçansa ora gedəcəyimizə qərar verərdik. Bilsəniz, necə xoşbəxt idik biz. Biz uşaqlar üçün hamı dost idi. Biz o dəqiqə dost olurduq. Bunu bütün dünyaya sübut eləmək üçün qol-boyun gəzərdik. Birimiz yıxılanda, o birimiz ona dayaq olurduq. Ya da mümkün olmayanda ikimiz də torpağa dəyirdik. Sonra gülüşərək dizimizi çırpıb yenidən qol-boyun olurduq. Beləcə üfüqə doğru gedirdik. Və o xəttdə əl vuracağımıza inanırdıq, möhkəm inanırdıq. Uşaq inamı ilə. Bilsəniz necə inamlı və xoşbəxt idik biz. Çox sağ olun Rafiq müəllim. Müəllim, bir deyim var ki, dostları biz özümüz seçirik. Zamansa ən yaxşılarını saxlayır. Necə düşünürsünüz? Bir qədər razıyam, amma biraz korrektam var dost anlayışına. Ona görə ki, hesab edirəm, dost Allahın verdiyi hədiyyədir. Necə ki, yaxşı ata-ana, yaxşı qardaş, bacı, yaxşı dost, ümumiyyətlə verilənlər Yaradanın bizə elədiyi, bəxtimizə saldığı hədiyyədir. Ona görə də onların qədrini bilmək lazımdır. Hətta dost haqqında düşünəndə mən uzun illərdən sonra bir reseptim də yaranıb. Onun bircə dənə dostluq eləməyin bir resepti var. O da təmənnasızlıqdır. Yəni
Allah xatirinə dostluq eləmək. Onun üçün də dost əlbəttə çox böyük anlayışdır. Və nə qədər məsələn mən təsəvvür eləmirəm kiminsə dostu yoxdur. Mən o adamı kasıb adam hesab edirəm. Yəni yoxsul adam hesab edirəm. Mənəvi baxımdan. Dost gözəl şeydir. Bəs dar gündə sınadığınız dostlarınız olub? Dostu həmişə gərək çox sevəsən, dosta ehtiram göstərəsən, ona sadiq olasan. İnanıram ki, əgər bu cür yanaşsan, o dediyiniz məsələ o sözə ehtiyac olmayacaq. Allahın sınağından yaxşı keçmək lazımdır. O da dost da, belə deyək, o dostla gedilən yol da o bir tale sınağıdır. Onu da gərək şərəflə yaşayasan. Keçmiş nə vaxtsa indi, haçansa gələcək olub. Günlərin birində zaman haqqında düşünürdüm. Müqəddəs Avqustin vardı, 4-cü əsrdə yaşayırdı, məşhur deməli teoloji, filosofdur, teoloqdur. O həmişə özünə sual verirdi, çox oxumuşdu, çox bilirdi və həmişə sual verirdi özünə ki, İlahi, mənə anlat, zaman nədir? Bu 4-cü əsr idi. Mən sizə sonradan baxdım ki, 7-ci əsrdə artıq sonuncu Peyğəmbərə zaman haqqında bir bilgi verilir. Qüdsi hədisdə belə bir bilgi verilir ki, ya Peyğəmbər olar zaman haqqında çox ixtilafdadılar insanlar yəni. Onlara denən ki, zaman mənim özüməm. Və mən belə bir kiçik esse yazmışdım ki, əgər Müqəddəs Avqustin 3 əsr sonra yaşasaydı, bu suala ehtiyac olmayacaqdı, artıq cavabı olacaqdı. Beləliklə, keçmiş nə vaxtsa indi, haçansa gələcək olub. Biz eyni zamanda həm indi, həm keçmişdə, həm də gələcəkdə yaşayırıq. Müqəddəs kitabda sizin üçün 50 min ilə, yaxud 1000 ilə bərabər bir gündə ifadəsi mövcuddur. Yəni, Yaradanın ölçüsü ilə bizim 50 min ilimiz, yaxud 1000 ilimiz bir günə bərabərdir. Biz zamanı saxlaya bilmirik. Məni çox düşündürən şeylərdən biri saxlamağa aciz olduğum bu ayrılmış vaxtı necə səmərəli etməkdir. Necə eləyəsən ki, yaşadığın anlar mənalı olsun, həm yerüstü həyatım, həm də o biri dünyam üçün xeyirli olsun. Zamanın sürətləndiyi bir dönəmdə, gündəlik qayğılarla əhatələndiyimiz bir şəraitdə bu düstura əməl eləmək çətin görünür. Yenə də yadıma düşür, heç bir ictimai işdə iştirak etməyən, ömrünü təbiətin tədqiqinə və göy üzünün müşahidəsinə həsr eləyən qədim düşünərdən sən öz ölkənin qayğısına qalırsanmı deyə soruşanda, o əllərini yuxarı səmaya tuşlayıb, mən öz əbədi vətənimin qayğısını çox çəkirəm, deyir. Mənim üçünsə həmişə maraqlı olan odur ki, adam yer üzündə yaşaya-yaşaya o biri əbədi vətəninin qayğısını çəkməyi bacarırdı. Çox sağ olun Rafiq müəllim. İlk yazdığınız, qələmə aldığınız hekayəniz hansıdır? Mən bir neçə hekayəm var. Onların sayı çox deyil. Onlardan ilki Qaraböcək hekayəsidir. Onun qısa məzmunu belədir ki, mən yenə dağın döşündə qoyunlar səpələnmişdi və biz növbə deyirdik. Qəsəbədə, Güzdək qəsəbəsində ayda bir dəfə bizə qoyun otarmaq növbəsi düşürdü hər ailəyə. Və mən də bir atamın cübbəsini, sırıqlı deyirik də, onu kitabıma götürüb, biraz nəvim pomidor, xiyar, çörək belə və dağın döşünə yayıldı qoyunlar. Mən də o sırınmanı, cübbəni yerə sərib kitab oxuyurdum. Hərdən başımı qaldırıb gəlib qoyunları qaytarırdım. Orada qəribə bir şey gördüm. Gördüm ki, qaraböcək deyilən qurtlar var. Onlar bilirsiniz, çox maraqlı onların xüsusiyyətləri var. Onlar başlarını yerə qoyub, arxa ayaqları ilə deməli, təzəkləri götürürlər, yumurluyurlar. Özlərindən bir 5-10 dəfə böyük. Və onu nə üçünsə yuxarı qaldırırlar. Sonradan başa düşdüm ki, hətta mənə dedilər ki, bu Sizif haqqında mifə bənzəyir. O günahlarından qurtulmaq üçün onun belə bir sınağı olur, dağa qaldırır və sonradan o dığırlanır yerə. Həmin məsələ yadıma düşdü. Bu hadisəni danışdıqca bizim çox böyük
bəlkə də dünyanın mənim üçün bağışlayın sentimental yanaşıram Azərbaycanlı olduğum üçün. Dünyanın ən böyük şairi, bir nömrəli şairi mənim üçün Nizamidir. O həmişə xatırlayıram, onun oğluna, oğlum Məhəmmədə nəsihət şeiri var. Mən onu indi məmnuniyyətlə səsləndirəcəm. Hesab edirəm ki, hər zaman üçün aktualdır onun oğluma nəsihət şeiri. Sən ey 14 yaşlım, hər elmə yetkin, gözündə əksi var iki aləmin. 7 yaşar oldun o zaman ki sən, açıldın gül kimi, güləndə çəmən. İndi ki çatmışdır yaşın 14-ə, başın sərv kimi durur göylərdə. Qəflətdə oynama, qeyrət vaxtıdır. İndi hünər vaxtı, şöhrət vaxtıdır. Ucalmaq istəsən bir kəmala çat. Kəmala ehtiram göstərər həyat. Uşaqkən əslini sorsalar biraz, ağac bar verəndə cinsi sorulmaz. Elə ki böyüdün, belədir qayda, atanın adından sənə nə fayda? Sən aslanlar kimi keç cəbhələrdən, yalnız hünərinin balası ol sən. Səadət kəmalla yetişir başa, xalqa hörmət elə, ədəblə yaşa. Başına əfsanə düşdüyü zaman Allah qorxusunu unutma bir an. Öz adına layiq işlər gör ki sən, axırda utanma xəcalətindən. Oğul, sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz. Görürəm şöhrətdə ləyaqətin var, şeirdə, sənətdə məharətin var. Şairlik eləmə, dövrə bax ki bir, tərif əvəzinə pislənir şeir. Şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtardı o da. Hərçəndi sənətin çox rütbəsi var, həyata faydalı bir elm axtar. Bu əyri cizgilər cədvəlində sən özünü şərh edib, özünü öyrən. Ol öz vicdanının sirrini açar, çünki bu mərifət qəlbə nur saçar. Elmlər elmidir demiş Peyğəmbər, din elmi, təbabət elmi müxtəsər. Göbəkdəki ətri bu iki elmin fəqihlə təbibdir, bunu bil yəqin. Fəqih olsan əgər itaətkar ol, hilədən, riyadan daim kənar ol. İsa mərifətli həkim ol, amma insanı öldürən bir həkim olma. Həm həkim, həm fəqih olsan sən əgər, hamının yanında adın yüksələr. Həyat da, ölüm də qul olar sənə, səadət və şöhrət düşər payına. Bir elm öyrənmək istədikdə sən, çalış ki hər şeyi kamil biləsən. Kamil bir palançı olsa da insan yaxşıdır, yarımçıq papaqçılıqdan. Məndən söyləməkdir, səndən eşitmək. Bir insan əli boş gəzməsin gərək.